vəzi düyünü tapdım, amma ağrım yoxdur. Narahat olmalıyam? Süd vəzdə ələ dəyən, hətta bəzi hallarda gözlə görülən düyünlərə görə narahat olmağa dəyər. Əgər özünüz tapmısınızsa və həkim müayinəsində olmamısınızsa təbii ki. Çünki süd vəzdə rast gələn düyünlər bəzi hallarda süd vəzi xərçənginin əlaməti ola bilir. Süd vəzdə rast gələn düyünlər bir çox hallarda fibroadenomalar, kistik törəmələr, fibrokistik dəyişkənlik səbəbindən olan düyünlər və yaxud da bərkimiş sahələr ola bilir. Bunu siz düyün kimi əlləyə bilərsiniz. Süd vəzi düyünlərinin dəqiq xarakterini öyrənmək üçün mütləq şəkildə biopsiya etmək, müəyyən müayinə üsullarından keçmək önəmlidir. Əgər sizdə olan düyün xoşxasiyyətli bir düyündürsə, ölçü kiçikdirsə, əgər hər hansı bir şübhəli bir məqama rast gəlinməyibsə, həkim onu müşahidə altında saxlaya bilər. Ancaq şübhəli hallarda, xərçəng ehtimalı yüksək olan hallarda həkiminiz sizə əlavə müayinələr və müalicə üsulları təyin edə bilər. Ona görə də həkiminizə güvənin və o sizə nə məsləhət görübsə, onu etməyi sizə tövsiyə edirəm.